Hə, köhnələr. Sabahınız xeyir olsun. Hələ həmişək kimi səhər-səhər gezirəm özüm üçün bu dəniz kənarı gözəl bulvarımızda. Biz hardan keçirəm? Bu Bakı Biznes Mərkəzi var indi. O hündür bir dənə gülənin yaxınlığındakı bildüzdə ara deyirəm də, hə? Bax, həmən yerdəyəm, bax, görürsünüz. Bax, bu hissəni çəkim sizə görürsünüz. Neyse, gedib də məsələ yadıma düşdü. Daha doğrusu bir insan, deyirəm görürsən indi sağdır. Məncə sağ olmaz. Haçansı burada bir Roza hala var idi. Bilmirəm indi kimlər onu xatırlayar ya xatırlamaz. Böyle bayağı bir arvad idi. Hələ bir kişi kimi bir şey idi də. Yadımdadır ki, burada bir dənə kafe işlədirdi. Hardasa buralardaydı. Ya bunun yerindeydi, ya da ki o biznes mərkəzi var ha. Onun yerində, ya da ki onun ətrafında. Vallahi billahi dəqiq yadımdadır. Bir də onu bilirəm ki, mənim yaxın bir dənə canlara dəyən bir dostum var. Onun böyük qardaşı həmən o restoranda aşpaz işləyirdi. Biz də cavan uşaqlar idik. Ne bileyim 15-16 yaşımız var idi. Bir gün gələrik onun yanına, qardaşının yanına. İşimiz yok, gücümüz yok, pulumuz yok. Yani gəlirdik, yok. Yanırdıq yanında. O da baxırdı, görürdü ki biz cavan idik də. Neyse yetiştirirdi, çizdirirdi bizi. Böyle yeriyirdi bize. Allah onun canını sağ eləsin. Mahmud, var ol. Sağ ol, var ol. Yani Mahmud indiyənə kimi sağdır, salamatdır. Şükür Allah, her şey yaxşıdır. Neyse gündən bir günü gələrək həmən o restorana. Bir de görərik ki, orada hansısa masada, ne bileyim hansısa bir kızlar oturardı. Qıraqdan da digərləri bunlara sataşar. Mahmud da ki, böyle çok ürəkli uşağı idi də. Hem de o vaxtlar var idi aha böyle bir şey. Bu ana, bacı, ne bileyim sataşmamaq, söhbət izah. Yani ki, kimse böyle bir şey görəndə köhnələrdən 100% müdaxilə eləyərdi. Yani indi kimi də öyle. İndi yolda geysən, biri ölsün heç yaxınlaşan olmayacaq. Mahmud girişər bu söhbətə. Özü ki Cerski oğlan idi. Neyse bir momentə düşər. Mahmudun beyni çönər. Keçər əməli başda əl və yaxa söhbətə. Onlar da bir 3-4 nəfər idi də. Mahmud tek. Neyse buradan biz 2 nəfər cavan uşaq. Əlimizin 15-16 yaşında olan uşaqlar. Qanın qızğın vaxtı olan. Cumduq Mahmudla bir yerdə. Onların üstünə. Yəni ki, başladıq Mahmuda kömək eləməyə. Tap batırıq. Ne bileyim bizi de vurdular, biz de vurduk. Bir onun yadımdadır ki, mənim onda böyle bir gaz balonum var idi. Çıxartdım bir dənə, püskürtdüm cəmaatın sifetinə. Biraz keçəndən sonra artıq bir de gördük ki, polis bizi qandalladı. Apardılar bizi bölməyə. Ama çok qalmadıq orada. Sizə deyim, o vaxtı Roza xanım belə hörmətli adam idi. Neynədi, neynəmədi, kiminlə danışdı, kiminlə danışmadı. Bir onu bildim ki, çox yaxında bizi açbıraq elədilər, çıxdıq, getdik. Neyse, hələ var buradan gedəndə belə bir eksprompt yadıma düşdü. Maraqlıdır mənə. Yazın görüm. O Roza xalanı xatırlayan var, yoxsa yox. Qəlbdən qəlbə, bu qədər. Sabahınız xeyir olsun.